Rusiyanı şişirdilmiş pələng hesab edirik. Bəlkə də. Mən bunu demək böyük məsuliyyət tələb edir. Rusiya istərsə də Ermənistan ərazisindəki 102-ci briqada Ermənistan daxilində qarışıqlıq törətsə, Araz boyu Türkiyənin xüsusi təyinatları gətirilib düzülübdür. İndidən təlim məşq toplantıları keçirirlər. Mən onu da istisna eləmirəm ki, bədayaqda Azərbaycanın xüsusi təyinatları da əgər Ermənistan istəsə, Ermənistan ərazisinə daxil olaraq o başı pozuqları başda Kaçaryan və Sarkisyan və bir də ki, onun adı Dəmirçiyan da hansıda olmaqla onların hamısını tutub gətirəcək Azərbaycana. Onu ilanın o zəhər verənləri onlardır. Onları izolirovat elədin, təcrid elədin, yerdə qalan cəmaatın. Nədir ki, yəni, bunların belə deyək, əsas bazaları Qarabağdan getmiş ermənilərdir. Onlar da 70 min nəfərdir. Özləri 120 min nəfər deyirlər. 70 min nəfərdir də biz onun hamısını bir-bir saymışıq. 70 min nəfərin yarısı qadındır. Haradasa 1/3 uşaqlardır. Onlar cəmcümlətəni 20 min nəfər sosial bazaları var bu qısasçıların. İndi Ermənistandan onlara kim qoşulacaq, mən onu deməkdə çətinlik çəkirəm. Ermənistanda Paşinyan çox ciddi, güclü təbliğat aparır və mən təəccüb edirəm bu insandakı enerjiyə. Mən deyərdim ki, ayaq yalın, baş açıq, düşüb o Ermənistanın daşlı, düzlü çöllərinə dayanmadan danışır. Bir gündə bəlkə də 20 saat danışır bu zalim oğlu zalim. İspat edir, başa salır. Sizin, bax, belə, mənə səs verərsiniz, mən sizi ağ günə çıxardacağım. Səs verməzsiniz, sizi böyük müharibə gözləyir, uşaqlarınızı böyük müharibə gözləyir. Siz vətən deyəndə yadınızda saxlayın, sizin vətəniniz bu 29 min kvadrat kilometrlik ərazidir. Bax, döşümə də yapışdırmışam. Ondan 1 santimetr kənarda sizin əraziniz yoxdur. O katolikoslar, ondan sonra nə bilim din xadimləri sizin beyninizə yerləşdirib ki, Van da sizindir, Muş da sizindir, ondan sonrasında nə bilim Trabzona qədər böyük ərazi sizindir, Azərbaycanda nə bilim Qarabağ da sizindir. Ay eviniz Allah kesin. 3 milyon ahalidən, 3 milyon ahali var bu saat, 2 milyon 800 min ahali var bu saat Ermənistanda. Onun da döyüşə yararlı cəmi-cümlətəni 10 min nəfər var. Siz 10 min nəfərini, Rus kömək elədi, qoymayacaqlar onu. Rusun özünə kömək eləyən lazımdır. Özünə kömək eləyən lazım. Bir də Rus buraya girsə, Azərbaycan o saat başa düşür ki, Rusun buraya girməyi sonradan Azərbaycana girməyə bərabərdir. Və bütün Qafqaz xalqları Gürcüstan da daxil olmaqla Rusiya qoşunlarına müqavimət göstərəcək. Onlardan əvvəl Şuşa bəyannaməsi. Şuşa bəyannaməsi Türkiyə Rusiyanı darmadağın edəcək. Rusiyanın başı burada qarşında Krımı götürəcək. Və bu başı boş başa düşünür ki, ay kişi, sakit otur yerində, getdikcə vəziyyətin pisləşir, torpaq itirə-itirə gedirsən, dövlət daxildən sarsıyıb, laxlayıb, dağılır. Dövlətin daxilində səni sevən yoxdur. Məsələn, mən onların televizoruna baxıram, YouTube kanalda, həmin kanalda deyirlər ki, demək olar ki, Rusiya əhalisinin 90% Putinin əleyhinədir. 90%. Bu böyük rəqəmdir. Ona görə də o asayi xalqların hamısı Putinin əleyhinədir. Tatarlar bəsdir, detonator kimi bütün Rusiyanı qaynatsınlar. Başqırtları demirəm, başqırtlar daha
sayca az olsa da biraz 5 Daha milyon. mütəşəkkildirlər. Çox mütəşəkkil, döyüşkən və davakardılar. Onlar Rusların qanını içməyə hazırdılar. Sən bu xalqları zülm altında öz müstəmləkən halında keçirirsən, neokolonializm siyasəti həyata keçirirsən, onları necə deyərlər, imkan vermirsən ki, müstəqilliyin, azadlığın bir tamını datsınlar. Həmişə qabaqdan heç olmasa prezident anlayışı var idi. Tataristan kimi böyük bir ölkədə Yığışdırdılar da ustası. Yığışdırdılar, Dedi ki, hə. ölkənin bir prezidenti ola bilər. prezident kəlməsini yığışdırdılar. İndi rəisdir də deyəsən. Başçı. Başçı. Başçı, Qlavar. sadəcə başçı. Bəli. Qlavar. Bu dünyanın praktikasında görünməmiş bir şeydir. Bir şeydir. Və prezident olanda nə olurdu? Bir ölkədə bir prezident olar. Bunun məntiqi ilə. Onda bir ölkədə onda bir neçə xalqın 174 xalq varsa, o 74 xalqın dilində televizor olmalıdır. 174 xalqın dilində məktəblər olmalıdır. Bunların hamısında yoxdur. Hər yer rus dilində. Komi Saxada Komi dilində bir məktəb yoxdur. Yakutiyada Yakut dilində bir məktəb yoxdur.